Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi daimi izləyənlər. Yenə də evinizdə hazırlaya biləcəyiniz asan, tez və ləzzətli reseptləri paylaşmaq üçün sizinləyəm. Əlbəttə ki, yenə əla bir menyu hazırlamışam. Və hazırladığım təam Zaqatala, Şəki, Balakən bölgələrində ən çox hazırlanan və çox sevdiyim yemək sülhüllü olacaq. Yanında soyutma maləti və əlbəttə turşu kələm ilə. Və sonunda şirniyyatımız Moldova və Rumıniya mətbəxinə aid olan Baba Yaqa şirniyyatı. Hazırsanız gəlin yaxın oturun, başlayaq. Dostlar, qeyd etdiyim kimi Moldova və Rumıniya bölgələrində ən çox, yəni həm yaz mərasimində, həm belə deyim, sevinç günlərində, yəni toy mərasimlərində hazırlanan bir şirniyyatdır əslində və çox da dəyişik bir, maraqlı bir görünüşü var bu şirniyyatın. Və ilk öncə nədən başlayırıq? Əlbəttə ki, sobanı açdım, gətirdim 200 dərəcəyə qədər isinsin. Bu isinənə qədər belə bir qab götürdüm. Hansı ki, sobaya girə biləcəyi bir qabdır, belə bir qazandır. Həm altı qalındır, həm də qazanın özü qalındır. Yəni qab seçdiyinizdə bu çox önəmlidir. Yoxsa şirniyyatınız yanacaq və yaxud da düzgün qab seçməsəz, o qabı sobaya göndərə bilməyəcəksiniz. Onun üçün yəni bunlar çox önəmlidir. Belə bir iki qarışım qabı götürdüm. Biri orada hələ ki öz növbəsini gözləyir. Biri də burada, hansında ki ilk öncə başlayıram qarışımdan quru ərzaqların. Yəni unumuzu əlavə elədik. Burada 300 qram unumuz var. 300 qram şəkər tozumuz var. Bunların ikisini bir-birinə qarışdırdıq. Qablarının işimiz yoxdur. Burada bizim vanil şəkərimiz var. Yəni əslində bu şirniyyata alkoqol istifadə olunur ki, soda əlavə eləyəcəm. Sodanın dadını öldürmək üçün mən ona görə vanilin əlavə elədim ki, həm o dadı öldürüm, həm də ki aktivləşdirmək üçün. Görürsünüz, yəni soda dərhal aktivləşir. Üzərinə limon sıxdıq. Göndəririk quru ərzaqların üzərinə. Bir hissəsinə limon suyunu sıxdım ki, sodamız aktivləşsin. Geri qalanı da üzərinə əlavə eləyirəm. Görürsünüz necə soda köpürür. Yəni bu çox önəmlidir. Soda aktivləşir demək. Bunları yaxşıca qarışdırırıq. Spatula vasitəsilə. Daha sonra burada 200 mg yağımız var. Bitki yağı, zeytun yağından və yaxud da sevdiyiniz bitki yağından istifadə edə bilərsiniz. Bunu əlavə elədik və yenə də yaxşıca qarışdırırıq. Əslində halvaya bənzər bir qarışım alınacaq indi. Gördüyünüz kimi dostlar, yəni bu cür, əlbəttə ki, bişməmiş halva. Bu cür bunu yaxşıca yediririk. Həm unu, həm bitki yağını, həm də şəkər vanilindən sodanı. Soda bu arada bir dolu yemək qaşığı vurdum. Şəkər vanilini isə 2 paket. Soda dediyim, yəni Türkiyədə bilirsiniz ki, sodanı karbonat olaraq tanıyırlar. Yəni çay sodası bizim evimizdə həm təmizliyə, həm də ki, sağlığa istifadə elədiyimiz çox gözəl bir məhsul. $300 qram kefiri də əlavə elədim. Yaxşıca bunu qarışdırırıq. Məlhəm kimi bu cür bir qarışım əldə edirik. Əgər kefiriniz yoxdursa, qatıqdan da istifadə edə bilərsiniz. Tam da bu yerdə yarım litr, yəni 500 mg südümüzü də əlavə edirik. Tamamını və yaxşıca qarışdırırıq. Bütün ərzaqlar bir-birinə qarışsın. Burada çırpıcı teldən də istifadə edə bilərsiniz
Əgər qorxursunuz ki, qarışımlar yaxşı qarışmayacaq, bu cür yaxşı bütün ərzaqları bir-birinə qarışdırdıq. Əla, tam istədiyim kimi oldu. Qarışımı yaxşıca qarışdırdıqdan sonra qoyuruq bir kənarda dursun. Öz növbəsini gözləsin. Biz də burada 10 ədəd yumurtanı qabımıza alırıq və ağarıb qabarana qədər bunları yaxşıca mikser vasitəsilə çırpırıq. Bu iş səbir istəyir. Əlbəttə ki, səbirlə, təmkinlə yaxşıca 10 dənə yumurtanı həm rəngi dəyişənə qədər, həm də qabarana qədər çırpdıq. Sıra gəldi çatdı bu iki qarışımı birləşdirməyə. Amma öncədən nə edək? Birləşdirmədən öncə qazanımızı yaxşıca yağlayaq. Qazanın hər bir tərəfinə gələcək şəkildə kərə yağı ilə yağlayırıq. Kərə yağının hər bir tərəfini yağladım və əlbəttə ki, biraz un sərpişdiririk. Yağladığımız yerə ki, bizim şirniyyatımız yapışmasın. Bu cür bir ələ ilə hər bir tərəfə gələcək şəkildə yüngülvari unlaya bilərsiniz. Gördüyünüz kimi çox az, hər bir tərəfinə gələcək şəkildə unladıq. Sıra gəldi çatdı qazanımızı. Tavamızı kənara qoyub bu iki qarışımı birləşdirməyə. Bunu diqqətli bir şəkildə eləyirsiniz ki, yumurtanın havası çıxmasın. Bunu əlavə edirəm və yaxşıca altdan, üstdən spatula vasitəsilə qarışdırırıq. Spatula vasitəsilə qarışımı yaxşıca qarışdırdıq. Bunu boşaldırıq birbaşa tavamıza. Qarışımımız hazırdır. Bunu 200 dərəcə 90 dəqiqə göndəririk. Sobaya daha sonra dərəcəni salacağıq 100 dərəcəyə və yenə də 90 dəqiqə onu orada bişirəcəyik. Ta soyuyana qədər sobamız orada tutacaq. Saat yarım şirniyyatımız bişənə qədər ümumi 3 saat bişəcək. İlk saat yarım bişənə qədər biz yeməklərimizi başlaya bilərik artıq. Qeyd etdiyim kimi sülhülü hazırlayacağıq. Amma sülhülü bilirsiniz ki, buru ətdən olur, yəni kalbasa ürünündən, yəni ev sayığı kalbasalardan hazırlanır və yaxud da hinduşkadan çox ləzzətli olur. Xüsusən də Qax, Qəbələ, Şəki, Balakən bölgəsində inanılmaz gözəl hazırlayırlar. Xüsusən də qış yeməyi sayılır. Bugün mən onu hazırlayacağım, amma mal ətindən hazırlayacağım və öz sevdiyim üslubda hazırlayacağım. Bunun üçün də əlbəttə ki, soğan mal əti artıq yanımdadır. Qazanımızı qoyaq, belə bir hər zaman vurğulayıram, düdüklü bir qazandan istifadə edəcəm. Yəni bu əti daha tez və yumuşacıq eləyəcək. Bunun üçün də qazanın altını açıram. Yavaş vam alova alıram. Biraz kərə yağı əlavə edeyim. Biraz bol kərə yağı əlavə edəcəm ki, kərə yağımız burada yavaş-yavaş əriyənə qədər. Biraz da bitki yağı. Burada istiyə düşənə qədər. İstər soğanı xırda-xırda doğrayarsınız, mənim kimi və yaxud da əgər ki istəyirsinizsə uzun sov da doğraya bilərsiniz. Mən bugün xırda-xırda doğrayacağım. Bunu da əlbəttə ki köməkçi vasitəsi ilə edəcəm. İki-üç ədəd soğan sizə tam olaraq yetərli olacaq. Məndə burada aşağı-yuxarı bir 2 kiloya yaxın ət var. Yəni kilo yarım desəm daha düzgün olar. Ona 7 hazırlayıram. Amma siz əlbəttə ki, öz ölçünüzə görə hazırlaya bilərsiniz bunu. Soğanın bir hissəsini artıq yağımız da əriyir. Köməkçi qaşıq vasitəsilə qazanımıza əlavə eləyək ki, burada yavaş-yavaş tərləsin, artıq suyu buharlansın, çıxsın. Son yarım dənə soğanımızı və
2 diş sarımsaq da əlavə edirəm. Toplamda 2 soğan yarım istifadə elədim. Soğanı biraz bol elədim ki, yeməyimiz ləzzətli olsun. Watlıq gücə malik olan Bosch Maxomix əl blenderi sürüşməyə, yumuşaq tutacağı və ergonomik dizaynı ilə birlikdə maksimum sürət, rahatlıq və təhlükəsizlik təqdim edir. Mükəmməl qarışım üçün nəzərdə tutulan 12 sürət parametri və turbo funksiyası sayəsində ən bərk məhsulları belə rahatlıqla üyüdüb həll etmək onun üçün olduqca asan işdir. Sizə isə mətbəxdə bir nömrəli köməkçinizin işindən və hazırladığınız təamlardan zövq almaq qalır. Bosch blenderlarını elə indi boschhome.com saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı Bosch kimi yaşa. Bol-bol soğançanı və sarımsaq əlavə elədim. Belə bir qaşıq götürüb qarışdırmaq üçün yaxşıca. Soğança burada. Yavaş-yavaş ilk öncə tərləsin, biraz buharı çıxsın. Daha sonra əti əlavə eləyəcəm. Amma ilk öncə biraz soğanı qovurum. Bəzən xüsusən də mübahisələr aparılır ki, yeməkdə ət, soğan bişirsə, hansı ilk öncə bişirilir? Ət və yoxsa soğan? Yəni mən hər zaman bunun sualını, yəni bu sualın cavabını belə verirəm. Yəni bu yeməyə görə dəyişir. Sən nə əldə eləmək istədiyindən bağlıdır. Əgər ki sən belə deyim də möhürlənmiş, yəni içində içi sulu bir ət istəyirsənsə, o zaman əlbəttə ki əti ilk öncə möhürləyirsiniz, daha sonra soğan və ya sarımsaq əlavə edirsiniz və digər ərzaqları əlavə edirsiniz. O zaman ətin suyu içində qalır və ət daha belə deyim sulu-sulu, yumuşacıq olur. Amma ki, əgər ki siz dağılmış, pambıq kimi ət hazırlamaq istəyirsinizsə, xüsusən mənim kimi bugün, mən məsələn ilk öncə nə edirəm? Soğanları biraz qovururam, suyunu buharlayıram, daha sonra əti əlavə edəcəm. Ət zaten öz suyunu buraxacaq ki, mənə ətin suyu lazımdır. Lifli, pambıq kimi bir ət çıxacaq ortaya. Onun üçün soğançanı biraz da qovurum ki, soğanın artıq suyu mənə lazım deyil, yeməyimizə acılıq verməsin. Soğanı bir növü tərlədirəm mən buradakı artıq suyu görürsünüz, yəni yanlardan buharlanır, hətta ortasından belə buharlanır, çıxır. Tam da istədiyim budur. Bir balaca soğan rəngini dəyişdirsin, daha sonra əti əlavə edəcəm. Yəni bu əslində baxdığınızda detallardır, amma bütün olaraq yemək bu detallardan oluşduğu üçün, yəni artıq son nəticə həqiqətən özünü büruzə verir. Yəni bu detallara önəm versəz, yeməyin son nəticəsi çox ləzzətli olacaq. Hər zaman vurğuladığım kimi, əgər ki mən suyunu çıxmağını istəyirəmsə, biraz da bunda mənə duz kömək eləyəcək, biraz da duz əlavə edeyim soğançaya ki, suyu daha tez çıxsın. Baxın, bunu hətta izləyə bilərsiniz. Dərhal su başladı buharlanmağa, çıxmağa, yəni üzə artıq su çıxmağa başladı. Yəni duz həqiqətən bu qədər şiddətli tərəvəzlərin suyunu çıxardır. Artıq suyu yavaş-yavaş buharlanır. Dostlar, tam da biraz da soğança qovruldu. Tomat əzməsini vurmağın vaxtı gəldi, çatdı. Bir dolu yemək qaşığı tomat əzməsi əlavə edib, bunu da soğança ilə birlikdə yaxşıca qovururuq. Yəni tomatla eləyən var, tomatsız eləyən var. Yəni mənə görə bu yeməyin həqiqətən gözəlliyi, yəni qırmızılığı verən o tomatın rəngi və dadı çox gözəl olur. Yəni tomatlı olan versiyasını çox sevirəm. Bu arada qeyd etdiyim kimi qazanım düdüklü qazandır. Yəni qapağı qoyulandan sonra aşağı yuxarı 1 saat içində əti pambıq kimi pişirəcək. Yəni əgər ki evinizdə belə bir qazan yoxdur, yəni qədimdən istifadə olunan qazanlardandır, mütləq və mütləq tövsiyə edərəm sizə. Yəni hər evin olmazsa olmazlarındandır. İnanılmaz vaxtdan qənaət edirsiniz həqiqətən. Yəni əti tez pişir. Heç də əziyyət çəkmədən, heç düşünmədən ki, mən orada ət qoymuşam qaynamağa. Düzdür, bir balaca təhlükəsi var. Nədə təhlükəsi var? Yəni qazanı açdığınızda diqqətli açmaq lazımdır. Yəni bu artıq bu işi bilməlisiniz. Çünki bəzi durumlarda, yəni düzgün istifadə etməsəz, partlama ola bilər. Əla. Tomatı da qovurduq. Soğancanın rəngi də dəyişdi. Sıra gəldi çatdı əti əlavə eləməyə. Bu arada mən bugün biraz dəyişik eləyəcəm. Yəni bilirsiniz ki, İstanbuldan çəkirik bu verilişi. Yəni Instagramdan məni izləyənlər, YouTube'dan izləyənlər bilirlər ki, artıq neçə illərdir biz buradan çəkirik bu verilişi. Əti əlavə eləyim və daha sonra biraz da sucuq əlavə eləyəcəm ən sonda. Yəni bu ev şəraitində olan kalbasanı sucuğa dəyişdirəcəm bugün ki, sucuğun da
Bilirsiniz ki, sucukda çox dəyişik ədviyyatlar var ki, bu yeməyə çox yaraşacaq. Gördüyünüz kimi ət də bu arada pambıq kimi yerindən, yəni bel hissəsindən götürdüm. Hər bir şeyindən təmizlənmiş, sinirsiz, çox gözəl bir ət seçdim. Ki bişəndə də pambıq kimi olacaq. Tam bu yeməyə yaraşacaq. Əti də biraz qovuraq. Daha sonra suyunu vurub qapağını bağlayacağıq, amma ki biraz qovurmaq lazımdır. Ki bütün dadlar bir-biri ilə yaxşı qarışsın. Əla. Əti də bir balaca qovurduq ki, tam olaraq yetərli olacaq. Çox da qovurmadım. Suyu əlavə eləməyin vaxtı gəldi, çatdı. Üzərinə gələcək şəkildə. Burada 1 litrə su var. Ki, mənə tam-tamına yetərlidir. Biraz qara biber əlavə edeyim ki, qara biber xüsusi bir ləzzət qatır. Duzdan çox istifadə eləməyəcəm, çünki sucuq əlavə elədiyim üçün ən sonda eləyəcəm mən bunu. Sucuq əlavə elədiyimə görə bilirsiniz ki, sucuqda da duz var. Yəni çox duzlu olmağını istəmirəm yeməyin. Yeməyimizi alaq bu ocağa, orta alovda bunu yaxşıca bişirək. Amma ilk öncə nə etmək lazımdır? Qapağını kip bir şəkildə bağlamaq. İkiyə gətiririk, yaxşıca bağlayırıq. Burada yavaş-yavaş özü üçün yeməyimiz bişsin. Biz də yavaş-yavaş keçək sürhüllünün xəmirinin hazırlığına. Bunun üçün əlbəttə ki, mənə un lazımdır. Burada yarım kilo unumuz var. Bu unla sürhüllü üçün xəmir hazırlayacağıq. Çox sadə bir xəmirdir əslində. Sadəcə olaraq un, su və duz. Yarım kilo unumuzu bura əlavə edirik. Əlbəttə ki, su alacaq qədər 1-2 çimdik duz əlavə eləyək və yavaş-yavaş suyu əlavə eləyəcəyik. İlk başda əlavə eləyeyim. Ələ yapışmaya yumuşaq bir xəmir alınmalıdır. Tam istədiyim kimi xəmiri yoğurdu köməkçiyim. Və əlbəttə ki, xəmir dinlənməlidir. Biz də belə bir öncədən qab hazırladım. Bunun içində xəmiri bağlayaraq bir balaca otaq temperaturunda dinlənsin. Aşağı yuxarı bir 15-20 dəqiqə. Ki, gördüyünüz kimi biraz yavaş-yavaş suyunu vurdum. Tam istədiyim qatılıqda xəmir alındı. Bunu yaxşıca kündəliyirik. Üzərini əlbəttə ki, streçlə bağlayırıq. Kip bir şəkildə ki, hava almasın. Xəmirimiz orada dinlənənə qədər biz də boş dayanmadan turşunun yavaş-yavaş ərzaqlarını hazırlayaq. Mikserində ən sevdiyim xüsusiyyətlərdən biri odur ki, yəni belə bir aparatı var. Doğrama işiniz varsa əgər yüklü, heç əlləşmirsiniz. Sadəcə olaraq mikseri bu aparatı taxdıqdan sonra yaxşıca hər şeyi kontrol elədik. Baxırıq, görürük. İşləyirmi? Bəli, işləyir. Kontrolümüz tamamdır. Tərəvəzlərimizi yaxşıca xırdalamaq üçün mikserə hazırlayaq. Tarixlərdə şöhrətin var, adın var sənin. Zəfər bayraqlar parlar şəfəqlərində. Bir xəzinə atəşin var, odun var sənin. Zəfər bayraqlar parlar. Baxın, bu qədər asanlıqla tam istədiyim ölçüdə qaba baxın. Yəni bunu sizə göstərmək istəyirəm xüsusən. Yəni ölçülərin eyniliyi
Görürsünüz, tam borçluq bir doğramadır bu. Yəni mən bunu bugün turşuya istifadə edəcəm. Həqiqətən inanılmaz gözəl. Turşunu belə bir qaba hazırlayacağam. Əlbəttə ki, qabımız aldığı qədər turşudan istifadə edəcəm turşudan. Yəni bunu kələmlə, köklə, çuğundur var. Əlbəttə ki, sarımsaq olmazsa olmazıdır. Duz. Mən ümumiyyətlə biraz şəkərli olduğu zaman turşunu çox sevirəm. Yəni əlbəttə ki, bu turşuya görə dəyişir. Yəni xiyarı biraz çox əlavə edirəm. Məsələn, pomidora da biraz çox əlavə edirəm şəkəri. Amma bir tutam, yəni şəkər inanılmaz dəyişdirir turşunun dadını. Yəni bugün bunu da istifadə edəcəm. Amma çox az. Çünki kələm o qədər də şirini sevmir. Zaten yəni bizim artıq çuğundurumuz da, kökümüz də biraz şəkərli idi. Onun üçün çox istifadə eləməyəcəm. Artıq yavaş-yavaş kələmin əslində qalın hissəsini də doğraya bilərik ki, qalın hissəsini kələmdə çox sevirəm. Yəni istədiyiniz kimi, istəsəz bir balaca böyük, istəsəz bir balaca xırda kələmi doğraya bilərsiniz. Mən bunu biraz bu cür doğrayacağam ki, həm tez yetişsin, hətta bunu 2 gündə, 3 gündə artıq yeyə bilərsiniz. Əlbəttə ki, bizdə az duzlu turşulardan da məsələn deyirlər. Bilirsiniz ki, az duzlu turşulardan da çox bəyənilir bizim Azərbaycanda. Və xüsusən mən də çox sevirəm. Əgər az duzlu turşu sevirsinizsə, yəni dərhal da yeyə bilərsiniz. Məsələn, bugün hazırladınız, axşama yeyə bilərsiniz və yaxud da ertəsi günə yeyə bilərsiniz. Yəni bu cür hazırlayacağım mən bunu, doğrayacağım. Biraz buna qarışdıracağım. Biraz da əlbəttə ki, bizim qabımızın dibinə. Bunlarla bu şəkildə aralayıram ki, xüsusən də bu xırt-xırtlı yerləri kələm turşuda inanılmaz dadlı olur. Onları da çox sevirəm. Onun üçün o yerləri də atmıram. Turşuda istifadə eləmək üçün əsl yeridir. Görürsünüz, yəni bu cür aralaya da bilərsiniz. Əla. Bir hissəsini də doğrayaq, yanımızda dursun. Kələmlər artıq hazırdır. Bir hissəsini əlavə edirik kələmin qabımıza. Əlcə istifadə eləsəm məncə daha rahat olar. Çünki bunun suyunu sıxmaq lazımdır. Əlcək vasitəsilə bunu daha rahat eləyə bilərəm. Burada bizim duzumuz var. Duzu əlavə edirəm. Yəni burada aşağı-yuxarı bir 7 yemək qaşığı duzumuz var. Yəni qaya duzundan istifadə edirəm. Sadə duzdan da istifadə edə bilərsiniz. Bu duzun bir hissəsini əlavə edirəm qabımıza. Bir hissəsini əlavə elədim birbaşa. Gördüyünüz kimi turşu qabının içinə. Bunu yaxşıca bu cür əzişdiririk. Ki kələmin də, kökün də, çuğundurda suyu çıxsın. Yaxşıca oxalayırıq bunu. Hələlik qabımız burada dursun. Bizə mane olmasın. Mən də yavaş-yavaş limonların suyunu bura sıxmağa başlayayım. Bu arada dənə məni rahatsız eləmir. Əgər ki qorxursunuzsa dənəsi düşəcək, o zaman əlbəttə ki bunu süzgəçdən keçirə bilərsiniz. Mən birbaşa limonları bu cür tamamını sıxıram turşumuza. Bu arada bunu esensiya ilə, yəni uksusla da əvəz eləyə bilərsiniz. Sirkə ilə əvəz eləyə bilərsiniz. Mən amma limon suyunu çox sevdiyim üçün limon suyu ilə kələm turşusu bambaşqa olur. Ağzımızda sulandı limonun turşuluğu. Bir balaca şəkər vuracam əlbəttə ki, duz, sarımsaq, dəfnə yarpağı. Dəhşət bir şey çıxacaq ortaya. Təkcə mənim adıma düşdü, nazəndə sevgilim yadıma düşdü. Sən də təkcə mənim adıma düşdü, nazəndə sevgilim yadıma düşdü. Sənsiz dağ döşünə çıxdım bu səhər. Şüşə qabımızı, kələm turşusunu yığdıq. Kələmin tamamını demək olar ki, hazırdır, amma tam hələ hazır deyil. Onun üçün buna gözəl bir şərbət hazırlamaq lazımdır. Yəni şərbət dediyim su hazırlamaq lazımdır. Həm duzlu, həm şirin. Bunun üçün də belə bir qabım var. Bunun altını açıram. Suyumuzu bura doldururuq. Tam kələmin üzünə gələcək qədər. Biraz da artıq suyumuz da qaynara düşür.
Bunu da əlavə edirəm. Qeyd etdiyim kimi burada toplamında 7 yemək qaşığı duzumuz var idi. Qaya duzu. Onu əlavə elədim. Biraz da bir yemək qaşığı şəkər oraya əlavə eləmişdim. Aşağı yuxarı bir yemək qaşığı şəkər burada əlavə elədim. Yaxşıca bunu qarışdıraq, əridək. Yəni isti su niyə eləyirəm mən dostlar? İsti su ona görə eləyirəm ki, kələmimiz biraz tez gəlsin. Yəni bugün yeyəcəyimiz üçün onun üçün tələsdirirəm. Amma normalda siz buna soyuq duzla şəkər qarışdırıb su vura bilərsiniz ki, yəni 3 günə, 4 günə turşunuz hazır olacaq. Mən bugün bu yeməklə bunu yemək istədiyim üçün isti su hazırlayıram. Bilirsiniz ki, ümumiyyətlə turşunu əgər tez gətirmək istəyirsiniz, amma bir bunun mənfi cəhəti var. Əgər isti su ilə bunu hazırlasanız, kip bir şəkildə bağlayıb və tutmaq lazımdır. Yəni mühafizə eləmək lazımdır da. Yoxsa turşunuz tez bozular. Yəni tez xarab olar, o da yaxşı bir şey deyil. Onun üçün soyuq suda daha uzun müddət qalır. Çünki artıq biz nə edirik? Biz bunu bir növü bişiririk. Tam qaynar eləməyəcəm mən suyu. İstəyirəm çünki kələmin xırt-xırtlığı üzərində qalsın. Sadəcə olaraq şəkər əriyənə qədər biraz da isti olsun. Şəkərlə duz içində ərisin. Yəni əliniz vuracaq qədər isti olsun bu su. Yəni əgər əlinizi vurursunuz, əl sizi, yəni bu su sizi yandırmırsa, bir balaca artıq o 60 dərəcədə falan olmalıdır. Əla. Məncə tamamdır. Bu suyu da əlavə edirik turşumuzun üzərinə. Diqqətli bir şəkildə yavaş-yavaş tam dibinə qədər süzülsün. Tam ağzına gələcək şəkildə su ilə də doldurduq. Yəni duz, bir balaca da şəkər əlavə elədim. Bunu da bağlayırıq. Yaxşıca bu şəkildə, kip bir şəkildə bağladıqdan sonra qarışdırırıq və qoyuruq bu gözəlliyi burada dursun. Ta ki biz yeməklərimizi bitirənə qədər artıq sülhüllünün də vaxtı gəldi, çatdı. Unumuzu və xəmirimizi qoyuruq yanımıza və yavaş bir sülhüllünü başlayaq. Artıq vaxtı gəldi. Belə çox gözəl bir kündə alındı və görürsünüz ki, artıq xəmir dinləndi. İstədiyim kimi yumuşaq oldu. Taxtamızı bol-bol unlayırıq, bol-bol. Yəni unda burada qənaət eləməyin. Bunu əslində əlinizlə də aça bilərsiniz və yaxud da mərdanə də istifadə edə bilərsiniz. Bu tam olaraq bacarıq məsələsidir. Əslində çox qalın açmayacaq biz xəmiri. Görürsünüz ki, bol un sərpişdirirəm və əlimizlə bu şəkildə yuxanı açırıq. Çünki qalın lazımdır bizə. Düzgün bir şəkildə kündəmizi açdıq. Görürsünüz ki, heç mərdanə istifadə etmədən və bıçaq vasitəsilə bu cür uzun-uzun xəmirimizi kəsirik. Yəni tez bazar hazırlanan yeməklərdəndir və bilirsiniz ki, kaloriyalı bir yeməkdir və həyət, bacada işlədikdən sonra, yəni bilirsiniz ki, soyuqda, xüsusən qış aylarında, yəni bu yemək tam-tamına yerinə düşər. Həm sizi uzun müddət tox tutur, həm də ki, ləzzətlidir. Uzun-uzun bu şəritləri açırıq bu cür. Bunları kənara qoyaq. Və yavaş-yavaş başlayaq. Hazırlığa əslində. Bu cür biraz bol unlayayım ki, yapışmasın. Bu cür bunları, yəni boy əslində sizdən asılıdır. Nə boyda xoşlayırsınızsa, mən çox böyük eləməyəcəm. Bu boyda məncə kifayət eləyəcək. Və daha sonra bizim nənələr elədiyi kimi bu cür barmağınızla əslində çox asandır, amma biraz əl bəcərisi lazımdır. Biraz da unumuz bol lazımdır. Bu cür eləyirsiniz barmağınızla. Yəni orta tərəfini əslində əzirsiniz. Yəni bu şəkildə sürhülülər görürsünüz necə gözəl alınır. Bu arada şirniyyatımızın da vaxtı gəldi, çatdı. Sobamızı açırıq, amma şirniyyatımızı çıxartmırıq və qapağını da açmırıq. Saldıq 100 dərəcəyə, dəqiqəsini qoyduq yenə də 90 dəqiqə, yəni 1 saat yarım. Gördüyünüz kimi şirniyyatın qapağını heç açmadım, qapağını bağlı bir şəkildə 100 dərəcədə saat yarım daha bişməlidir. Biz də buna qədər sülhüllünün hazırlığına davam edək. Bu cür
İtalyanlar baxıb həqiqətən baxıllıq eləyə biləcəyi bir yöntəmdir bu. Amma məncə bu hər bir millətdə, yəni bu makaronun bir növü də əslində baxanda dəyişik gözəl təamlar var. Dostlar, bunu hazırlayana qədər artıq doğradıq, yavaş-yavaş sülhülümüzü hazırlayırıq. Amma buna qədər su qoymalıyıq. Suyumuz artıq hazırdır burada. Ətimiz də bişir. Suyumuzun altını açaq. Gördüyünüz kimi dolu. Ki biz sülhülünü hazırlayıb bitirənə qədər suyumuz qaynara düşsün ki, sülhülünü biz də yavaş-yavaş artıq bişirə bilək. Suyumuz da qaynara düşdü, sülhülümüz də hazır, ətimiz də demək olar ki hazır. Bunu yaxşıca ununu süzək, belə qəşəngcənə. Vay, əməlli başlı kövrək, çox gözəl bir xəmir alındı. Bu arada bu yeməyi sadəcə olaraq bu Zaqatala bölgəsində deyil, hətta Dağıstanda və Çeçenistanda da çox yaygın bir yeməkdir. Orada fərqli quru ətlərlə də hazırlayırlar, yəni çox ləzzətli yeməklərdəndir, yəni sevdiyim yeməklərdən biridir. Və izləyənlər bilirlər ki, sıx-sıx, yəni tez-tez Dağıstana gedirəm və Çeçenistana gedirəm və xüsusən də orada bir neçə dənə proyektim də var və əlbəttə ki, orada da bunların mütləq dadına baxmışam və çox da ləzzətlidir. Biz də bugün tam da ən gözəlini hazırlayırıq. Ununu yaxşıca təmizlədik, suyumuz qaynara düşdü, yavaş-yavaş buraxırıq suyumuza, bismillah. Qaşıq vasitəsilə yaxşıca bunu bir burun qarışdırırıq. Boş ocaq minimal səylə mükəmməl nəticələr əldə etmək üçün hazırlanmışdır. Yemək bişirməni sürətləndirmək üçün seçiminizdən asılı olaraq ocaqlar 4 və 5 gözdən ibarətdir. Ehtiyaclarınıza uyğun olaraq fərqli ölçülərə malik bu ocaqlar istənilən mətbəxə uyğundur. Tənzimlənən 2 növ alovu sayəsində istər əsas yeməkləri, istərsə də incə desertləri asanlıqla bişirin. Güclü alov sayəsində milli mətbəximizin doyumlu yeməklərini, zəif alovda isə şokolad və sosları yandırmadan hazırlayın. Boş ocaqlarını elə indi boşhome.com az saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Sülhülümüz burada bişənə qədər ətimiz də artıq hazır oldu. Altını əlbəttə ki açdım, havasını buraxdım. Baxaq görək ətimiz nə vəziyyətdədir. Tam istədiyim kimi dostlar pişib. Sadəcə olaraq ətin yumuşaqlığını yoxlayacaq indi. Pambıq kimi. Dostlar həqiqətən yəni ət pambıq kimidir. Sadəcə olaraq göstərmək istəyirəm sizə. Bu cür görürsüz ət dağılır. Görürsüz necə dağılır ət. Yəni tam da istədiyim də buydu. Buna sadəcə olaraq nə edirik? Ən son dedim əlavə eləyəcəm. Belə bir sucuk əlavə eləyəcəm ki, bu da həm duzludur, həm də ədviyyatlıdır. Bunu da bu şəkildə doğrayaraq, əlbəttə ki, plonkasından təmizlədim, üz qabığından təmizlədim. Bunu bu şəkildə doğrayıram. Və bunu da əlavə eləyəcəm. Həmin o isti qazanımızın içinə ki, ətlə birlikdə həm qarışsın, həm bir balıca bişsin və öz ləzzətini bizim həm bulyona, həm ətə qatsın. Bunları birbaşa göndərirəm suyumuza. Görürsünüz, yavaş-yavaş artıq qaynamağa başladı. Sucuk da burada yaxşıca bişsin. Dostlar, demək olar ki, hər şeyimiz hazırdır. Sadəcə olaraq şirniyyatı da vaxtını gözləyib sobadan çıxardaq, yavaş-yavaş süfrəni düzək. Yadındamı ötən günlər, qəm çoxalır, ömr azabı bizimizdə, alnımızda o illərdən izlər qalır. Gələsizim keçənləri,
da salak döne döne öten güne gün çatar mı calasan da günü güne. Dostlar, geldik bugünkü verilişimizin de sonuna ve tabii ki önümde düzülen lezzetli görsenen yemeklerin dadımına ilk bismillah deyip başlayıram sülühlüdən. Gördüğünüz kimi əti, özü, sucuk da əlavə elədim əlbəttə ki. Dadı inanıram ki möhtəşəm alınıb. Əlbəttə ki sarımsaqlı sirkə də tam yerinə düşərdi. Amma baxaq görək dadı necədir. Vay vay vay, ət həqiqətən əla bişiyib, sülühlü də əla bişiyib. İkisinin birləşiminə bir baxaq ilk öncə. Əlbəttə ki, hər zamanki kimi ətlə sülühlü çox ləzzətlidir. Amma baxaq görək sucukla necədir. Həqiqətən sucukla da çox yaraşmış. İnanılmaz gözəl dadlıdır. Əlbəttə ki, yanında turşu olmazsa olmazıdır. Bu yöntemle eləyin dostlar. Yani 2-3 saate turşunuz hazır olacak. Əlbəttə ki, o tarazı, yani duzu, şəkəri öz ağız damaq dadınıza göre uyğun eləyim. Mən isə bu yeməklərin yanında əlbəttə ki, buz kimi Coca-Cola içəcəm. Bu yeməklərin yanında olmazsa olmazıdır. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərini süfrə arxasına toplayan dəyişilməz dadı isə illərdir Coca-Cola'dır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq, kiçikdən böyüyərək hər kəsin sevimlisinə çevrilib. Hər zaman süfrələrimizin qonağı olub. Hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Və günün şirniyyatı Baba Niagara düzdür uzun sürə bişdi. Baxa görək belə süngər kimi bir dokusu var. Yəni gördüyünüz kimi tam da bu cür olmalıdır. Yəni uzun sürədə bişməm səbəbi də elə budur. Fərqli bir dada malikdir dostlar. Əlbəttə ki, hər bir şeyin sevəni də var. Kimisinə ləzzətli gələ bilər, mənə fərqli dad verdi. Və bir balaca mənə görə üzərinə pudra şəkər əlavə eləmək olar. Amma əlbəttə ki, əgər ki mənim kimi şirini sevirsinizsə. Amma gördüyünüz kimi o deliklər, görsəli həqiqətən fərqlidir. Bu reseptləri yenə də sizlər üçün hər zaman olduğu kimi sevgimi qataraq mən Ramil Şef hazırladım. Ənənəvi olaraq bu və buna bənzər bir çox reseptləri görüb izləmək və öyrənmək istəsəz, o zaman buyurun elə indi keçin YouTube və Instagram səhifəmə. Əlbəttə ki, hər həftə yeni reseptləri qaçırmaq istəmirsinizsə, səhifələrimə abunə olmağı da unutmayın. Tam da bu yerdə sizinlə xudahafizləşirəm. Gələn həftəyədək Uca Allah sizləri qorusun, ruzi bərəkətiniz bol olsun, gününüz ləzzətli olsun. Yadındamı öten günler Qəm çoxalır, ömr azabı Bizimizdə, alnımızda O illərdən izlər qalır Gələsizim keçənləri Yada salaq dönə dönə Ötən günə gün çatar mı
yalasan da günü güne. Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.